Salam, coğrafiya 6-cı sinif, kiçik summativ qiymətləndirmə nömrə 3 üzrə nümunəvi suallara baxırıq. Deməli, birinci sualda deyilir, ölkənin sərhədlərini, paytaxtını əks etdirən xəritələr nə adlanır? Deməli, bizə birinci variantda fiziki xəritələr verilir. Fiziki xəritələrdə dağlar, düzənliklər, yəni təbii obyektlər verilir. Kontur xəritələr boş xəritələrdir. Plan ümumiyyətlə xəritə deyil. Bizim cavabımız isə siyasi xəritələrdir. Siyasi xəritələrdə ölkələrin əraziləri, paytaxtları və böyük şəhərləri əks olunur. Düzgün cavab olmalıdır. B bəndi olmalıdır. Düzgün cavab. Sonra ikinci sual. Ümumilikdə neçə materik və neçə xitəmiz var? Deməli, bizim 6 materik və 6 xitəmiz var. Bizim Şimali Amerika, Cənubi Amerika materiklər bir yerdə Amerika qitəsi, Avrasiya materiki isə 2 xitəyə bölünür. Avropa və Asiya xitəsinə. Onun üçün də materiklərin də sayı 6-dır, xitələrin də sayı 6-dır. Günəş və öz oxları ətrafında hərəkət edən səma cisimləridir. Yəni, deməli, Günəş və öz oxları ətrafında hərəkət edən səma cisimləri planet adlanır. Sonra uyğunluğu müəyyəndir. Ən kiçik planetimiz, deməli, ən kiçik planetimiz Merkuri planetidir. Deməli, bu C-yə uyğundur. Ən soyuq planet Uran planetidir. Əslində, Günəşdən ən uzaq olan planet Neptun olsa da, ən soyuq planet Uran hesab olunur. Ən böyük planet isə Jupiter hesab olunur. Deməli, düzgün cavab 1-ə C olmalıdır. 2-yə B, 3-ə də A. Düzgün cavab D bəndidir. Uyğunluğu müəyyən edin. 5-ci suala baxırıq. Venn diaqramına əsasən uyğunluğu müəyyəndir deyilir bizə. Deməli, Günəş sisteminə aiddir. Günəş sisteminə aiddir. Deməli, həm yer, həm də ay Günəş sisteminə aid. Deməli, A aiddir ortaya. Sonra öz oxu ətrafında zəif sürətlə fırlandığı üçün gündüzlər çox qızır, gecələr isə çox soyuyor. Deməli, bu aya aiddir. Ayda gündüzlər çox isti olur, gecələr isə çox soyuq olur. Bunun bir səbəbi zəif fırlandığı üçündür. Digər bir səbəbi də atmosferin olmamasıdır. Deməli, B bura aiddir. Sonra qərbdən şərqə fırlanmasının nəticəsində Günəş şərqdə çıxır, qərbdə batır. Bu isə yer planetinə aid olan fikirdir. Deməli, 1-ə C aiddir, 2-yə B aiddir, 3-ə isə A. Yəni, düzgün cavab C bəndi götürülür. 6-cı sual. Kosmosdan baxarkən yer hansı rəngdə görsənir və okeanların sahildə dənizin səviyyəsinin qalxıb enməsi nə adlanır? Deməli, kosmosdan baxarkən yer mavi rəngdə görsənir və dənizin səviyyəsinin qalxıb enməsi isə qabarma çəkilmə adlanır. Yəni, qabarma çəkilməsinin də baş verməsinin əsas səbəbi isə ayın cazibəsidir. Yəni, ay yerə yaxın olur və uzaqlaşanda qabarma və çəkilmə hadisəsi baş verir dənizdə və yaxud okeanlarda. 7-ci sual. Tarixə uyğun olan fəsilləri müəyyən edin. Deməli, 21 martda şimalda payız yazılıb. Şimalda 21 martda payız fəsli yox, yaz fəsli başlayır. Cənub yarımkürəsində isə qış yox, payız fəsli başlayır. 22 iyunda şimal yarımkürəsində qış başlamır, yay başlayır. Cənubda isə qış başlayır. 23 sentyabrda şimalda payız, cənubda isə yaz fəsli başlayır. 22 dekabrda, bəli, şimalda qış fəsli, cənubda da yay fəsli başlayır. Yəni, düzgün cavab D bəndidir. Sonra 8-ci sual bizə yer planeti, Saturn planeti və Jupiter planeti verilib. Onlara uyğun olan xüsusiyyətləri biz uyğunlaşdırmalıyıq. Deməli, ətrafında toz və dumanlıqlardan ibarət halqalar var. Deməli, halqalar olan planet Saturndur. A buraya. Sonra, Günəş sistemin ən böyük planetidir. Deməli, ən böyük planet Jupiter planetidir. B buraya. Canlıların yaşaması üçün şərait var. Deməli, şərait olan yeganə planet yer planetidir. Deməli, C bəndi buraya. Günəşdən uzaqlığına görə 3-cü yerdədir. Deməli, 3-cü yerdə olan planet Merkuri, Venera, yer. Yəni, 3-cü yerdə yer gəlir. Deməli, D də bura aiddir. Deməli, bizim üçün 1-ə C-dir, 2-yə A, 3-ə də B. Yəni, bu da bizim üçün verilib. A bəndində verilib. Sonra 9-cu sual. Uyğunluğu müəyyən edin. Deməli, dairənin bir hissəsidir. Dairənin bir hissəsi adlanır qövs. Yəni, bura aiddir. C. Sonra, latınca günorta xətti deməkdir. Latınca günorta xətti deməkdir. Bu, meridiana aiddir. Deməli, bura D aiddir. Yer kürəsini 2 bərabər hissəyə bölür. Yəni, 2 bərabər hissəyə bölünən, tən bölən ekvatordur. Bura B. Paralel və meridianların əmələ gətirdiyi şəbəkədir. Bu isə dərəcə toru adlanır. Deməli, düzgün cavab C, D, B, A olmalıdır.
C, D, B, A. Bu da bizə A bəndində verilib. Sonra 10-cu suala baxaq. Xəritələr haqqında verilmiş fikirlərdən hansı doğrudur? Birinci A bəndinə baxaq. Xəritələrdə yer səthində olan bütün obyektlər təsvir olunur. Xeyr, bütün obyektlər yer səthində təsvir olunur. Müəyyən obyektlər ixtisar olunub çıxarılır. Eyni anda bütün obyekt təsvir etmək mümkün deyil. Sonra B bəndi. Xəritədə yaşıl rənglə 200 metrə qədər olan ərazilər təsvir olunur. Yaşıl rənglə 200 metrə qədər olan ərazilər təsvir olunur. Bəli, bu düzgündür. Xəritələrdə 200 metrə qədər olan ərazilər, yəni ovalıqlar təsvir olunur xəritələrdə. Sonra baxaq C bəndinə. Xəritə üzərində 1 kilometr yer səthində onlarla santimetr məsafə uyğun gəlir. Bu xəritələrdən fərqli ola bilər. Yəni 1 kilometr 1 santimetrdə ayrıla bilər. Yəni bu baxır xəritənin miqyasından sonra dəyişir. Yəni bu onun üçün tam olaraq düzgün deyil. Geniş əraziləri əhatə edən layihələrdə xəritələrin əhəmiyyəti yoxdur. Əksinə, geniş əraziləri əhatə edən layihələrdə xəritələrin əhəmiyyəti böyükdür. Onun üçün D bəndi düzgün deyil. Xəritə plana nəzərən daha kiçik əraziləri təsvir edir. Əksinə, planda kiçik ərazilər təsvir edilir. Xəritələrdə isə nisbətən böyük ərazilər təsvir edilir. Onun üçün bu variantda səhvdir. Yəni düzgün cavabımız B bəndi oldu. Xəritədə yaşıl rənglə 200 metrə qədər olan ərazilər təsvir olunur. Yəni bunlar ovalıqlardır. Düzgün cavab B bəndi.